Axşamınız xeyir qızlar. Bu günlər mən Mira ilə qonşu günü var, ora gedirik. Azcıq da olsa belə deyim, bir-birimizə uyum sağlamağa çalışmışıq. Nə qədər oldusa. Burada hazırlaşma vloqudur. Çox adam mənə dünən o postdan sonra yazıb ki, siz məcbursunuz deyəni qaynananızla qalırsınız. Bəlkə də siz də qaynananız və yaxud da yaxşıdır ki, siz qalırsınız. Valla bütün gəlinlərin istəyirəm bugün dilindən danışıram. Dünən qaynanaları təriflədim. İndi də istəyirəm gəlinlərin müsbət cəhətlərini tərifləyim və qaynanalara burada bir ismarıç göndərim ki, məncə heç vaxt gəlinləriniz nəyisə bişirən zaman, nəyisə edən zaman kənardan ona sakitcə durub baxmayın. Və yaxud da ona mız qoymağa, mız deyirlər də bizim sözcə. Yəni nəyisə səhv tutmağa çalışmayın. Əksinə onu tərifləyin, ona nəyisə öyrədin. Onda inanın ki, bütün gəlinlər yaxşı olacaq. Çünki dünənlərimə o postumda gəlinlər və qaynanalar həqiqətən də yarış və rəqabət arasındaydı. Qaynanalar əhsən halaldır sənə deyirdi. Gəlinlərsə sən məcbursan deyə yazırdılar. Qızlar inanın ki, mənim də bugünə kimi qaynanam hər hansısa bir işimdə çox sağ ol, yaxşı ki varsan, yaxşı ki bunu elə belə etdin demir. Mən özüm üçün, öz Allahım üçün bunları edirəm. Məncə bütün qaynanalar da belədir. Amma əziz qaynanalar, gəlinlərinizə həqiqətən yaxşı davransanız, gəlinləri sizə super davranacaq. Yəni mən buradan bu ismarıcı sizə göndərmək istəyirəm bir gəlin adı ilə. Həqiqətən gəlinlərinizə qızınız kimi hörmət edin və qızınız kimi sevin. Onda hər şey çox gözəl olacaq. Belə qızlar. Çox sağ olun, baxdığınız üçün.